Gəncəsər monastırı Ağdərə rayonunun Vəngil kəndində Xaçınçayın sol sahilində yerləşən tarix memarlıq abidəsidir. Gəncəsər monastırının adı monastırın inşa edildiyi təpəlik ərazinin adından götürülmüşdür. Gəncəsər sözü gənc və sər olmaqla iki hissədən ibarətdir. Hər iki söz Pəhləvi dilindən gəlməklə gənc xəzinə, sər, təpə, zirvə, hündür yer anlamını ifadə edir. Gəncəsər monastırının baş kilsəsi olan Müqəddəs İohan kilsəsi daha qədim kilsənin yerində Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Alban Katolikosu 2-ci Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkun xatının sifarişi ilə 1240-cı ildə başlanmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari kilsəsi Katolikosunun iqamətgahı Həmişvəng monastırından Gəncəsər monastırına köçürülmüşdür. 1836-cı ildə Alban katolikosluğunun Rusiya müqəddəs sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban katolikosluğu həm də Gəncəsər katolikosluğu kimi tanınmağa başlamışdır. Monastırın mərkəzində qədim kilsə və narteks yerləşir. Müdafiə divarları ilə əhatə olunmuş kompleksdə həmçinin böyük yeməkxana, seminariya və Alban Katolikosunun iqamətgah binası, həmçinin rəhbərlərin yaşayışı üçün nəzərdə tutulmuş hücrələr və digər məişət binaları da daxildir. Müqəddəs İohan kilsəsi plan xüsusiyyətlərinə görə xaricdən düzbucaqlı, daxildən isə xaçvari formaya malikdir.